Salam değerli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 12 aprel tarixində Dövlət İmtahan Mərkəzi ikinci zonu üçün 9-cu siniflərin buraxılış imtahanını keçirdi. İndi o imtahanda istifadə olunan suallara baxacağıq. İlk öncə qrammatika suallarının izahına toxunacağıq. Daha sonra isə mətnləri ardıcıl şəkildə kanalımıza yerləşdirəcəyik. Bu tipli izahla tez-tez gəlməyini istəyirsə dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq sualların izahına. Demək, birinci sualda deyir ki, biri feilin indiki zaman inkarındadır. Biz bilirik ki, indiki zaman şəkilçisi nədir? Ir, ir, ur, ür. Eləmi? Ir, ir, ur, ür. İndiki zaman inkarında nə baş verir? Mamə saitinin a'sı düşür. Eləmi? Məsələn, yazır. Eləmi? Yazmır. M oldu inkarlıq şəkilçisi. Ir oldu indiki zaman şəkilçisi. Sözün kökü demək yaz. M inkarlıq. Ir da indiki zaman şəkilçisi. Gəlin baxaq, gəlməmişdir. Mış keçmişdi, d keçmişdi, eləmi? Gəlməyib, ib keçmişdi, gəlməz də bu qeyri-qəti gələcək zaman şəkilçisidir, gəlmir. Ona görə cavabımız olacaq D. Bax, m burada inkarlıqdır, i da indiki zaman şəkilçisidir. Sonra deyir ki, hansı sırada yalnız iki sözdə eyni hərf buraxılmışdır? Bu dozer olur, eləmi? D qoydum burada. Foto etüdü D-dandır. Xınayaxtı da D-dandır. Hamısı D-dan olduğu üçün A variantı getdi. Yəni sən nə deyir? Yalnız iki sözdə eyni hərf olsun. Digərlərində fərqli hərf qoyasan. Sonra B-də asfalt olur, eləmi? Güvənc olur. Qəlb, tabi maksimum qəlb və yaxud da qəlb olar da. Birində p saxtadır, bu da insanın qəlbi mənasında. Ona görə hərəsində fərqli hərfdir burada. Demək, ambisiyadır, tramvaydır, ambulatordur. Eləmi? Ambulatoriya. Hamısında mıdır. Bu da getdi. Sonra sellofandır, pianinodur, aranjmandır. Eləmi? İki hərfdir. Oldu. Boykot, baryer, müntəxəbatdır da bu. Evet. Ümumiyyətlə fərqli hərfdir. Ona görə E variantı da getdi. Sonra əlbəttə çalışqan şagird dərslərini vaxtında hazırlayar. Deməli, əlbəttə modal sözdür. Bilirik ki, sintak təhlil zamanı təhlil olunmur. Hazırlayar kim? Şagird. Uşağa bax, çalışqan şagird deməyim. Bu iki sözün birlikdə götürülməsi üçün sizin heç birinizdə əsas yoxdur. Ya bu ismi birləşmə deyil. Daha doğrusu ismi birləşmədir, amma birinci növbədə bu ayrı-ayrı götürüləndir. Yəni birinci tərəfdə yəli, ikinci tərəfdə mənsubiyyət şəkilli ismi birləşmə deyil və yaxud da ki, feili birləşmə deyil. Yəni niyə bir götürəsən ki? Şagird, hansı şagird? Çalışqan şagird deyib bura təyin qoyursan. Nəyi vaxt hazırlayar? Dərslərini nə zaman? Vaxtında. Demək, təyin birinci gələcək. Eləmi? Sonra mübtəda gələcək. Sonra tamamlıq gələcək. Sonra zərflik gələcək. Sonra xəbər gələcək. Cavab nə olacaq? D variantı. Sonra 30-da deyir ki, hansı sözdə iki leksik, iki qrammatik şəkilçi var? Demək, baxaq. Yaraqlanmaq, qurudakılardan vətənpərvər, rahat sözünü qoyublar əslində. Məsələn, uçmaqdan uçqun. Eləmi? Uçqundakı bircə götürülür. Lar və dır da qrammatik şəkilçi. Səndə nə deyir? İki leksik, iki qrammatik olsun. Elə cavabın olacaq. Məsələn, burada Y variantı. Vətəndən vətənpərvər bir götürülür. Vətənpərvərlik dırda bir dənə qrammatik. Eləmi? Qurudakı birdir. Lardan qrammatik. Qurmaqdan qurulmaq muşdur. İki leksik. Daha doğrusu bir leksik. İki qrammatik. Yaraqlamaqlan da qrammatik. Bir qrammatik olur. Yəni digərlər gedir. Cavabın burada qalır. Y variantı. Demək, nə deyir? Yalnız biri saydır deyir. 1'ə 1000, 1'ə 5, 1'ə 10. Bunlar nədir? Zərf. 2, 2, 1, 1, 3, 3. Bu da zərfdir. 2 eyni sayın təkrarı. Bunu biz mürəkkəb zərf bölməsinə keçmişik də. Birinci tərəfə A şəkilçisi atırmaqdır. Birgə necə sifətdir? Eləmi? 1, 2, 3, 4, 5, 6, 7, 8 nədir? Qeyri-müəyyən miqdar sayıdır. Təqribi sayılardır. Təqribi say. Çoxalmaq feildir, sonsuz da sifətdir da. Əslində rahat sualdır. Hansı cümlədə məqsəd zərfli işlənib?
Düşmən qorxaraq geri çəkildi. Qorxduğu üçün geri çəkildi. Bu da səbəb var. Dostumu təbrik etmək üçün bax, hələ təbrik eləməyib. Eləmi? Eləmi? Təbrik gələcəkdə olacaq. İş hələ baş verməyibsə, iş hələ icra olunmayıbsa, o məqsəd zərfləyir. Bunu demişik də. Oxumaq üçün gəldim. Hələ oxumayıb. Eləmi? Təbrik etmək üçün hədiyyə aldı. Hələ təbrik etməyib. Cavab nə olacaq? Elə B variantı məqsəd. İstidən qonaqların hamısı dayanmışdı. İstidən səbəbdir. Uşaq tərifləndiyi üçün artıq təriflənib, iş görülüb. Bu da səbəb, bu da səbəb. Ana 5 aldığı üçün artıq 5-i alıbdı. Eləmi? Bu da oldu səbəb. Bu da cavab B variantı. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikri müəyyən edin. Əzizəm dərdimi suya deyim. Eləmi? Deməkdən deyim. Mən deyim. Şəxs şəkilçisi. Tamam. Dərdimi suya deyim dərdimi. Dərd, mənim dərdim. Mənsubiyyət, dərdimi, bu da hal şəkilçisidir. Bağban şirin yuxuda, əğyar gülü dərdimi. Dərdimi, bu da artıq sualdır. Bəs məgər yəni ki. Eləmi? Demək, 3-də sual adıdır. 1, 2, 3. Bir şəxsdir. 2 haldır. 3 ədaddır. Baxaq. Birinci xəbərlik. İkinci mənsubiyyət deyil. Ona görə bu getdi də. Birinci və üçüncü xəbərlik deyil. Birinci və ikinci. Burada da deyil. Birinci xəbərlik, ikinci hal, üçüncü şəxs. Sualdır. Burada yazılıb da. B variantı. Elə bildim belə variant yoxdur. Sonra 34-də baxaq. Nümunə əsasında cədvəldəki uyğun fikirləri müəyyən edək. Mən ağa dedim. Baxaq nə deyir? Düzəltmə sözlərdən ikisinin kökü feildir. Demək, mən ağa ağ dedim. Qaraya qara. Sən məni istədin. İstəməkdən deyir zamanda heç. Çəkəsən dara. Yenicə sağalır vurduğun yara. Yarmaqdan yara idi də bildiyim qədər. Eləmi? Yaralı könlümə. Buradan da yardan yara, yaralı. Yəni bir yarılır, sonra yara olur mənasında. Könlümə dəymə. Düzəltmə sözlərində ikisinin kökü feildir. Yarmaqdır, bəli. İkisinin də kökü feildir. Sadəcə buradan ikisi deyir. Demək, biri də başqa olmalı. Hadi sağalır. Sağdan sağalmaq. Burada kökü feil deyil. Əla. İkisinin kökü feildir. Yəni biri, ən azından biri feil olmamalıdır mənasını düşündüm, amma sağalır gözümə dəyməmişdir. Yəni demək, birini götürəcəksən. 3 dənə düzəltmə sözümüz var. İkisinin kökü feildir. Birinin kökü feil deyil. Ona görə biri götürürsən. Eləmi? Biri götürürsən. Qaldı sən 3 variant. Adlıq, təsirlik, yönlük aldı isimlər var ki, buranı təmizləyək. Bax, adlıq ilə yara. Eləmi? Sonra könlümə. Bu oldu yönlük. Təsirlik var idi burada. Ağa nəyə? Bu da yönlükdür. Qaraya yönlükdür. Qara sən məni istədin, çəkəsən dara. Yəni yönlükdür. Təsirlik yoxdur. Təsirlik yoxdur. Demək, adlıq var, yönlük var, amma təsirlik yoxdur. Ona görə 2 yanlış fikirdir. 2 olan variant da beləcə gedəcək. Qalır səndə 1, 3, 4 və yaxud da ki 1, 4, 5. Buranı bir də təmizləyək. Təsriflənməyən feil tərkib əmələ gətirib. Təsriflənməyən feil. Burada təsriflənməyən feil bir dənə vurduğunda elə deyil. Yenicə sağalır vurduğun yara. Nə yara? Hansı yara vurduğun? Təklikdə deyir. Təklikdə bir sual cavab verir. Tərkib əmələ gətirməyib. Gətirib deyirəm. Burada yanlış fikirdir. 3 də getdi. Demək 3 də getdi. Cavabın qalacaq 1, 4, 5. 4-ə baxaq. Əvəzliklərin hamısı ismi əvəz edib. Mən ismi əvəz elədi, sən ismi əvəz elədi. Eləmi çəkəsən dara, yenicə sağalır vurduğun yara. Mən bu hansı yaralı? Bu yaralı. Bu sifət əvəz edib biri. Eləmi? Bu da yanlış fikirdir. Yanlış olduğu üçün götürəcəksən. Təsriflənən feillər yalnız xəbər və əmr şəklindədir deyir. Təsriflənən feillərə baxaq. Dedim, xəbər şəklindədir. Qaraya qara, sən məni istədin. Xəbərdir, eləmi? Çəkəsən arzu var. Yanlışdır.
5-i də götürəcəksən. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Bəli, qara, ağ, ağa məsələn, qaraya sifətdir əslində, amma burada ismin xüsusiyyətini daşıyır, isimləşmişdir. Ona görə cavabın olacaq 1, 4, 5. Sonra ikinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin sırasını müəyyən edin. Şuşa şəhəri Həzər ananın ömrü axır vaxtları adlıq cümlədir. Baxın ki, adlıq olmayan cümlə var burada. Əsgərlər və komandirlər yoxdur. Nə deyir? İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlə seçəcək. Şuşa şəhəri, Şuşanın şəhəri. Bu ikisi birlikdədir, mübtədadır. Həcər ananın ömrünün axır vaxtları. Həcər ananın ömrünün axır vaxtları. Yiyəlik, mənsubiyyət, hamısı gedir. Payızın ayı. Yiyəlik, mənsubiyyət. Dənizin sahili. Bu yiyəlik, mənsubiyyət. İmtahan nəticələri. Qeyri-müəyyənlikdir, mənsubiyyətdir. Həyəcan, sevinç. 10-cu sinifin bax, sinifin uşaqları. Hansı sinifin uşaqları? 10-cu sinifin. Son qələbəyə olan inam. Hansı qələbəyə olan inam? Son qələbəyə olan. Cavabın D variantı. Səngər, əsgərlər və komandirlər burada da yalnız mübtədadan ibarətdir. Əla. Cavab olacaq D variantı. Hansı nümunədə xitab söz birləşməsi ilə ifadə olunub? Böyük oğlum, kiçik qızım dərs əlaçısıdırlar. Burada həmcis üzdür. Böyük oğlum, kiçik qızım. Xitab eləmir ki, müraciət eləmir böyük oğluma. Əzizim, sirdaşım, köməyim sənsin. Bax, burada əzizim və sirdaşım xitabdır. Müraciət bildirir, amma söz birləşməsi deyil də. Niyə məlulsan? Adağlar qızı. Bax, Adağlar qızına müraciət edir. Dağlar qızı da nədir? Söz birləşməsidir. Cavabın elə olacaq C variantı. Şairdir, görünür. Düz İlqarız var, şairdir. Burada xitab yoxdur. Ay yoldaş. Xitabda, amma ay burada söz birləşməsi əmələ gətirmir axı. Cavabın da olacaq ona görə C variantı. Belə uşaqlar, qrammatik sualların izahını yekunlaşdırdıq. Növbədə izahlarda mətn suallarına baxacağıq. Belə, bu tipli izahların tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşürük.